Gəlin indi biraz ən yaxşı arxitektura nədir, onun haqqında danışaq. Xüsusən də yeni başlayanlar, az müddətli təcrübəsi olan yoldaşlar düşünürlər ki, aha, internetdə axtarım görüm, ən populyar arxitektura hansıdırsa, deməli bizim proyekt onunla yazılmalıdır. Gəlin baxaq görək ən çox LinkedIn-də yaxud da ki, başqa platformalarda hansı arxitekturanın adı çəkilirsə, deməli ən yaxşısı odur. Aha, son vaxtlar microservice istifadə olunur. Ən gözəl arxitektura microservice əsasında yazılmış arkitekturadır. Gəlin onu tətbiq eləyək. Təəssüf ki, belə bir şey yoxdur, əzizlərim. Sizin arxitekturanı, sizin proqram təminatı üçün ən yaxşı arxitekturanı əli, vəli, pirvəli yox, sizin kontekst müəyyənləşdirir. Kontekst hər şeydir. Context is king. Kontekst müəyyənləşdirir ki, bəli, bu kontekst daxilində sadə monolit ən gözəl arxitekturadır. Microservice isə çox pis seçimdir bu kontekst üçün. Başqa bir kontekst üçün isə microservices ən ideal arxitekturadır, amma sadə monolit ən pis seçim formasıdır. Sonra təzədən rewriting-ə, bounded kontekstlərin müəyyənləşdirilməsinə, bölünməyə və s. və əlaxır gətirib çıxardacaq. Ona görə birinci növbədə domen ekspertlərindən danışmaq lazımdır, domeni yaxşı öyrənmək lazımdır, arxitekturanın düzgün müəyyənləşdirilməsi üçün. Yoxsa oradan eşitmişəm, vəlidən eşitmişəm microservice yaxşıdır, bundan eşitmişəm filan arxitektura yaxşıdır. Belə bir arxitektura forması seçilmir. Ona görə də bir şəxsin arxitektor ola bilməsi üçün bunun ən azı bir 10 il təcrübəsi olmalıdır ki, müxtəlif arxitektur modellərlə işləsin, təcrübəsi olsun və pros konslarını bilərək həmin kontekst daxilində ən yaxşı arxitekturanı müəyyən edə bilsin. Bizim 24 mayda Azərbaycan İnnovasiya Mərkəzində keçirəcəyimiz seminarda məhz bu şeylər haqqında danışacaq. Daha çox fokusumuz daxili dizayn olacaq, hansı ki, nə cür qaydada düzgün şəkildə obyekt yönümlü analiz və proyektləşdirmə qaydaları tətbiq olunmalıdır. Sizin internetdən oxuyub tətbiq eləyə bilmədiyiniz o foo, bar əsasında göstərilən dizayn patternları var. Əslində onlar necədir, necə tətbiq olunmalıdır? Yəni, harada dizayn patternu pisdir, tətbiq eləmək olmaz. Harada isə ən düzgün seçim filan dizayn patternudur. Biz nə cür qayda müəyyən edirik ki, bu proqramlaşdırma prinsipi burada tətbiq olunmalıdır ya yox? Proqramlaşdırmada düzgün şəkildə kifayət qədər arxitektura sərhədini necə müəyyən edirik? Bax, bu sualların hamısını 24 mayda Azərbaycan İnnovasiya Mərkəzində keçirəcəyimiz 3 saatlıq seminarda ətraflı şəkildə cavablandırmağa çalışacağam. Həmçinin 1 saatlıq bizim sual-cavab bölməmiz olacaq. Harada ki, sizin proqram dizaynı və arxitektura ilə bağlı bütün suallarınızı da cavablandırmağa çalışacağam. Hər birinizi proqramçıları, arxitektorları, arxitektor olmaq istəyənləri və proqramın daxili dizaynı ilə maraqlanan hər kəsi həmin seminarda gözləyirəm.